Salam, xoş gördük. Vergi məcəlləsinin maddələrinin izahı ilə əlaqədar növbəti video materialımıza davam etdiririk. Yəqin ki, keçən dərs yadınızda idi. Biz vergi məcəlləsinin 175-ci maddəsinin izahından başlamışdıq və 175.1.1-ci maddəsinin izahını vermişdik. Bugün sizlərlə növbəti maddə, yəni 175.1.2-ci maddənin izahı ilə tanış olacağıq və həmin maddəni nəzərinizə çatdırım. Yəni, maddədə nə deyilir? Deməli, maddə idxala həsr olunub. Burada idxalda ƏDV-nin əvəzləşdirilməsindən söhbət gedir. Gəlin, baxaq görə idxalda ümumiyyətlə ƏDV necə hesablanır. Tutaq ki, biz xaricdən mal almışıq. Gəlin, debet, pravotka ilə bunun izahını verək. Xaricdən deyək ki, mal almışıq. 60 nömrə hesabda. Məsəl üçün deyək ki, 400 manata mal almışıq. Və bu mal üçün gəlin indi fərz eləyək ki, bu malın da gömrük dəyəri deməli 500 manatdır. Yəni gömrük yük bəyannaməsində bilirik ki, bizdə 3 dəyər göstərilir. Gömrük dəyəri, statistik dəyər və faktura dəyəri. Və gömrükdə dəyər bildiyimizə görə üzr istəyirəm, gömrükdə ƏDV bildiyimiz kimi malın gömrük dəyərindən hesablanır. Və malın gömrük dəyəri də bildiyimiz kimi vergi məcəlləsinin 14-cü maddəsinə əsasən malın bazar qiymətidir. Həmin malın bazar qiymətidir. Və vergi məcəlləsinin müvafiq maddəsinə əsasən gömrükdə ƏDV malın gömrük dəyərinin üzərinə gömrük rüsumu və aksizlər gəlinməklə ümumi məbləğ 18% vurulmaqla hesablanır. Fərz edək ki, məsələmizin şərtində biz xaricdən 400 manata mal almışıq və bu malın gömrük dəyəri, gəlin burada ayrıca qeyd edək, deyək ki, gömrük dəyəri gömrük dəyəri fərz edək 500 manatdır. Rüsum, yəni gömrük rüsumu. Məsələn, fərz eləyək gömrük rüsumu. Fərz eləyək ki, gömrük rüsumu. Fərz eləyək, deyək ki, 100 manatdır. İndi gömrükdə ƏDV necə hesablanacaq? Gömrükdə ƏDV bərabərdir. Bərabərdir, mötərizə açılır. Yəni, malın gömrük dəyəri üstə gəlinsin gömrük rüsumu vurulsun 18%. 18%. Baxın, 108 manat. Gömrükdə ƏDV-ni göstərəsi olsa 19.76 108 manat. Gömrük rüsumu da eyni ilə 41.76 deyək ki 100 manat gömrük rüsumu və təhtəl hesab şəxsə kassadan pul vermişik. Aparıb deməli 208 manat pul vermişik ki, həm gömrükdə ƏDV-ni, həm də rüsumu pulunu ödəsin. Yəni 76-71 pravotkası 208 verməklə bizdə artıq həm təhtəl hesab gedib. Deməli, belə deyək, gömrük rüsumunu, həm də gömrükdə ƏDV-ni ödəyib. Burada maddənin məğzi nədən ibarətdir? Maddənin məğzi ondan ibarətdir ki, yəni, maddədə, deməli, gömrükdə bu maddənin məğzi ondan ibarətdir ki, yəni, biz xarici şirkətdən ki, mal almışıq, onun pulunun ödənilib ödənməməsindən asılı olmayaraq, biz gömrükdə ƏDV-ni və rüsum ödənilibsə, onda biz istənilən halda əvəzləşmə eləyə bilərik. Yəni, 68-19 pravotkasını verə bilərik. Yəni, 108 manatı biz artıq burada əvəzləşmə kimi göstərə bilərik. Həm də fikir versəz, vergi burada 175.1.2-ci maddədə 170-ci maddəyə istinad edir. Yəni, 170-ci maddədə də bizdə idxalın vaxtını göstərir. Yəni ki, idxal, hansı halda idxal
mal idxal olunmuş sayılır. Rüsum hesablandıqda və ödəndikdə. Rüsum hesablandıqda, ödəndikdə. Yəni artıq burada ƏDV-nin hesablanması nəzərə alınmır. Yəni gömrükdə ƏDV-nin hesablanması nəzərə alınmır. Deyilir ki, idxal mal o vaxtda idxal olunmuş sayılır ki, ona rüsum hesablanıb, ödənilib və bunun üçün təsdiq edici sənəd artıq qəbzlərdir və gömrük hesablanması üçün, əlbəttə rüsumun hesablanması gömrük yük bəyannaməsində göstərilir. Ödənişi isə artıq qəbzlərlə və xarici qəbzləri ilə, yəni peçat formalarını, yəni möhürlənmiş formada olur. Yox, əgər həmin mal rüsuma cəlb olunmursa, onda artıq mal gömrükdən hansı tarixdə keçirsə, yəni bu halda mal artıq idxal olunmuş sayılır. Yəni, bizim bu məsələyə qayıtsaq, o deməkdir ki, rüsum hansı tarixdə hesablanıbsa və hansı tarixdə ödənilibsə, deməli, o tarixdə də biz əvəzləşməni eləyə bilərik. Artıq burada ƏDV-nin hansı tarixdə hesablanmasının və yaxud da satıcıya hansı vaxtda pulun ödənilməsindən asılı olmayaq. Bax, burada fikir verin, heç biz satıcının pulunu ödəməmişik, amma yenə də əvəzləşmə eləmişik. Gömrükdə avtomatik ƏDV hesablanmalıdır. Düzdür, əgər bu Nazirlər Kabinetinin dediyimiz müvafiq fərmanına əsasən, yəni istisna hal kimi ƏDV-dən azad olunan mallar aid deyil bura. Yəni, artıq burada ƏDV-nin hesablanıb, hesablanmaması artıq önəmli deyil. Önəmli burada rüsumun hesablanıb ödəndiyi tarixdir ki, yəni hansı tarixdə ki ödənilib və o tarixdə də biz əvəzləşmə edirik. Məsələn, fərz eləsək ki, malımız yanvar ayında gəlib və rüsum deyək ki, fevral ayında hesablanıb, mal isə gömrükdə, məsələn, mart ayında buraxılıb gömrükdən. Burada artıq biz əvəzləşdirməni, yəni rüsum hansı tarixdə, yəni fevral ayında hesablandığına görə, yəni fevral ayına artıq biz bunu salacağıq. Yəni, gəlin istəyirsiniz, burada mən bir sütun əlavə edeyim. Yəni, deyək ki, malımız gəlib, məsəl üçün, yanvar ayında. Məsələn, deyək ki, yanvar ayında da ƏDV hesablanır. Fevral ayında rüsum hesablanır, məsəl üçün. Və avtomatik biz əvəzləşməni fikir versiniz, mal gəlib, amma pul ödənməyib, ƏDV-də hesablanıb, fevral ayında rüsum hesablanıb və rüsum hansı tarixdə hesablanıbsa, biz ƏDV-ni də o tarixdə əvəzləşdirəcəyik, yəni fevral ayında. Yəni, bu əvəzləşməni, baxın, bu tarixdə biz verəcəyik. Yəni, bu maddə məhz istinad edir 170-ci maddəyə ki, hansı ki, həmin maddəyə baxsaq, deyir ki, mallara gömrük üsulu tutulduğu vaxt malların idxal edilməsi vaxtı sayılır. Yəni, hansı ki, bu halda da biz artıq əvəzləşmə edə bilərik. Əgər deyir, idxal olunan mallar rüsum hesablanmayıbsa, onda gömrük nəzarətinə çıxdığı vaxt sayılır. Yəni, bir də qaydaq 175, yəni əvəzləşdirmə idxal olunan malların idxalı üzrədir. Yəni, malların idxalı da rüsumun hesablandığı tarix götürülür və yaxud da ödəndiyi tarix götürülür. Yəni, bu maddə qısa konkret bizdə yenə də son nəticə olaraq deyirik ki, rüsumun hesablandığı və ödəndiyi tarixdə ƏDV əvəzləşdirilir. Yəni, ƏDV-nin hesablandığı tarixdə deyil. Əgər həmin mal, belə deyək, həmin malla rüsum hesablanmırsa, yəni həmin mal gömrük rüsumundan azaddırsa, o da bu gömrükdə hansı tarixdə gömrük nəzarətindən çıxıbsa, yəni gömrükdən buraxılıbsa, o da o tarix götürülür. Yəni, məsəl üçün, desəydik ki, buna heç rüsum hesablamasaydık, məsələn, orada artıq bəyannamədə malın gömrükdən çıxış tarixi göstərilsəydi, məsələn, göstərilsəydi ki, məsələn, deyək ki, mart ayında malımız çıxıb gömrükdən, onda biz artıq bunu mart ayında əvəzləşdirəcəkdik. Baxmayaraq ki, burada ƏDV-ni biz yanvar ayında hesablamışıq. Yəni, əvəzləşdirmə, baxın, bu hallarda, yəni gömrükdə idxalda əvəzləşdirmə bu hallarda mümkün olur. Bu bizim sizinlə vergi məcəlləsinin 175.1.2-ci maddəsinin video izahı idi. Bizi yenə də mən sizə xatırladım, Facebook səhifəmizdə Az Ekofin səhifəsində izləməyə davam edin. Yəni, bütün demək olar ki, vergi ilə bağlı materiallarımızı biz artıq bu səhifədə paylaşacağıq. Nəinki vergi, eləcə də 1S proqramı ilə bağlı və digər proqramlarla bağlı biz materiallarımızı sizinlə paylaşacağıq. Yəni, burada artıq siz
keçən dəfə paylaşdığımız materialları, Bires-lə bağlı materialları və sairəni artıq konkret şəkildə görə bilərsiniz. Diqqətinizə görə sağ olun. İnşallah növbəti vergi dərslərimizdə görüşənədək.